Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Java dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimizin mövzusu Java-da scanner klassı və onun istifadə olunma qaydasıdır. Bu scanner klassı Java-da konsoldan input almaq mənasına gəlir. Deməli belə, dərsə başlamazdan əvvəl kanala abunə olmağı və yorum atmağı unutmuruq. Əvvəlki videolarda da demişdim, çünki videoya baxan adam ilk öncə yorumlara baxır. Əgər yorumlar faydalıdırsa, o zaman videoya baxan adam sonuna qədər baxmağa baxır. Ona görə yorum atsanız və mənə dəstək olsanız çox yaxşı olar. Öncədən təşəkkür edirəm. Bu belə. İndi dərsimizə vaxt itirmədən başlayaq. Deməli, ümumiyyətlə bu scanner klassı nədir, nə üçün istifadə olunur? Gəlin real həyatdan izah eləməyə çalışım. Mən burada ilk öncə belə bir kodlarla başlamaq istəyirəm. Buraya yazıram 4. Int b bərabər 10 da buraya yazıram. Bugünə qədər biz kod yazan zaman hal-hazırki dərslərimizə qədər misal üçün bir data tipindən istifadə edib ona dəyər mənimsədən zaman avtomatik olaraq onun dəyərini veririk. Burada da vermişəm dəyərini, burada da vermişəm dəyərini və ya string name bərabər olsun sanan tutalım. Example olaraq deyirəm. Deməli belə. Biz manual olaraq hər bir dəyərini öncədən təyin edirik. Bir də var ki, öncədən yox, bunu RAM bölməsində həll eləmək. Yəni bizim Java'mız nədən ibarət idi? JDK, Jiraya və JVM. Java Runtime Environment. Jiraya bölməsində biz bunu scanner vasitəsilə idarə edə bilərik. Nə deməkdir bu uşaqlar? Bax, fərz edin ki, siz kalkulyatora girirsiniz və kalkulyatordan istifadə edən zaman ədədlər toplamağa çalışırsınız. Elə bil ki, biz necə ki burada 4 və ya 10 yazmışıq. Fərz edin ki, kalkulyatora girirsiniz, kalkulyator sizin yerinizə 4-ü və 10-u yazıb artıq. Bəlkə sən 4 ilə 10-u toplamaq istəməyəsən. Bəlkə burada 24 yazmaq istəyirsən. Bunu hər dəfə dəyişmək və ya burada tutalım onu 15 eləmək, misal üçün, ədədləri dəyişmək. Bu biraz problemdir. Və ya name hissəsi tutalım. Girirsən, qeydiyyat eləməyə çalışırsan, saytda sənin əvəzinə birbaşa ad yazılıb. Bu düzgün bir şeydir, əlbəttə ki, yox. İndi bu problemin qarşısını almaq üçün Java-da scanner klassı deyə bir şey yaradıblar. Nədir bu scanner klassı? Biri var öncədən dəyər təyin etmək, bir də var bunu konsoldan almaq, yəni RAM bölməsindən almaq. Bunun üçün bizim istifadə edəcəyimiz vasitə scannerdir. Scanner, bunun yazılış qaydasını yazıram. Bərabər new scanner. Hardan gəlir? Java.util paketindən gəlir. Və biz bir sistemə daxil olmaq üçün burada sistem .in deməliyik. Aha, artıq mən scanner klassımı yaratdım. İndi tutalım, burada mən deyəlim ki, bu int tələbənin yaşını misal üçün ifadə etmək istəyirəm. Tələbə T1 deyəcəm. T1 olsun 24. Bu da olsun T2. Bunun biraz 15 yaş tələbə olmaz. Bunu deyiliyim 20. Aha. Bu da olsun 22. Tamam. Bunları öncədən təyin eləmək əvəzinə, misal üçün mən burada yazıram. Cout enter the student age. Aha. Bir dənə qoşu nöqtə də qoyuram. Tamam. Gəlirəm. Bunları bir dənə kommentariya alaq. Burada mən öncədən təyin eləmişəm. İndi bir də var sonradan təyin eləmək. Deyirəm ki, int T1, yəni tələbənin birinin yaşı. Bunu hardan alacam? Artıq mən birbaşa ədəd daxil eləmək əvəzinə scanner nöqtə qoyuram next int. Öncəki dərsimizdə string klassının və onun metodları haqqında danışmışdıq. Bu scanner, yaratdığımız scannerdə bir klassdır, özündə hazır metodları saxlayır. Necə ki, mən məsələn burada bu nədir? Intdir də, düzdürmü? Int dəyərindən bir dəyər almaq istəyirəmsə, ona next int deyirəm. Tutalım, verirəm cout, yenə bir dənə verəcəm, enter the student age. Qoşu nöqtəni qoydum, boşluğu qoydum. Aha, buna da deyəcəm T2 bərabər scanner nöqtə next int. Aha. Sonra nə deyərəm? Deyərəm ki, misal üçün system out print line
student 1 age qoşa nöqtə sonra deyərəm ki T1 burada bir dənə plus yazaq. Aha. Tərs slash n deyəcəm ki növbəti sətirdən yazsın. Belə yox, belə. Tərs slash n, tamam. Bu da olsun student to age qoşa nöqtə və nə plus T2. Aha. Burada normalda məsələn burada dəyər təyin elədik, avtomatik gəlib burada yazırdıqsa çapa verirdi. İndi görək burada nə baş verəcək. RAM bölməsini açaq. Aha. Bunu biraz böyüdüm. Bax burada yazdığım yazı student age gəldi bura. Buradan məndən bir ədəd daxil etməyimi istəyir. Necə ki kalkulyatora girəndə bir hesablama aparan zaman ədəd daxil etməyimi istəyirsə, bu da eyni qaydada gözləyir məni. Düzdürmü? Mən bura verirəm misal üçün 25. Yenə davam edir kodum. Artıq bu 25'i bu skanerdən aldım, mənimsətdim buna. Bu T1 oldu 25. İndi T2'nin də yenə bu kod oxundu burada. T2'nin də dəyərini təyin edirəm. Hayda sildim. Eyb yox, təzəmlə rayləyək. Burada əlimdəydi uşaqlar, bu silindi. Neysə 25 daxil edirəm. Yenə ikinci sətir kodum da icra olundu və ikinci tələbənin bu T2'nin dəyərini almamı istəyir. T2 edirəm 22. Aha. Növbəti sətirdə nə oldu? Bu. Student 1 age və student 2 age yaşları ekrana yazılmış oldu. İndi biz skanerdən int almaq üçün, yəni tam ədəd almaq üçün istifadə elədik. İndi gəlin buradan text necə almaq olar, yəni string necə almaq olar, onlara baxaq. Misal üçün string, bunu bir dənə bağlayayım. Name bərabər. Bunu da hardan alacağım? Scanner nöqtə next line. Bir next var, bir də next line var. Bunların fərqinə gələcəm. Cout. Bunun əvvəl bir dənə belə bir şey yazaq. Cout. Enter the student name. Qoşa nöqtəni qoyuram bura. Aha. Name'i gətirdik bura. Sonra da bir dənə burada coutla verək student name. Qoşa nöqtə plus name. Aha. Bunu da bir dənə kommentariya alaq. Davam edək. Student name'i daxil edirəm. Sənan. Student name ekrana verildi. İndi bunu istəyiriksə bu altda yox. Bunun elə birbaşa qarşısında olsun. Bu print eləni burada elə eləyirəm. Ki bunu qarşısında verə bilsin. Növbəti sətrə keçməyə ehtiyac olmasın. Baxın artıq növbəti sətirdə yox, qarşısında yazıram. Student name'im çıxdı. İndi bu da oldu student scannerdən string almaq. İndi next metoduna baxaq. Misal üçün mən buranı eləyirəm text. Bu da olsun next. Tamam. Text. Bunu da eləyək text. Qoşa nöqtə. İndi görün nə baş verəcək. Bir dənə next ilə next line-ın fərqinə baxaq. Bunu dəyişəmişik. Tamam, eyb yoxdur. Salam, xoş gəlmisiniz. Bax, mən salam, xoş gəlmisiniz. 3 dənə söz daxil elədim burada. Amma təkcə salam sözü çıxdı. Biz əgər istəyiriksə bütün hamısının çıxsın, o zaman next line istifadə edirik. Məsələn, eyni şeyi yazıram. Salam, xoş gəlmisiniz. Bütün sözlər çıxdı. Yəni next bu boşluğa qədər götürür. Yəni next verən zaman burada skanerdə bu boşluqdan sonrasını götürmür. Sadəcə bir sözü götürür. Amma next line hamısını götürür. Deməli, biz hal-hazırda skanerdən həm string almış olduq,
həm də int almış olduq. Tamam edər. İstəsək misal üçün double-dan, double, float, nə istəsək ala bilərik yəni skanerdən. Double d bərabər deyirəm ki, scanner nöqtə next double. Yəni double almış artıq olacaq. Bu belə. İndi mənim sizə göstərmək istədiyim bəzi məsələləri var. Bunlar biraz önəmli mövzulardır. Nələrdir bunlar? Bunları ümumiyyətlə silirəm. Aha. Gəlirəm deyirəm ki, South enter the student age. Aha. Sonra deyirəm ki, scanner nöqtə next line. Yox, next int. Çünki mən int alacağım. Tələbənin yaşını almaq istəyirəm. Bunu deyirəm int T1. Aha. Sonra deyirəm ki, tələbənin yaşını al. Sonra da al adını. Enter the student name. Aha. Bir dənə də bu adı name string nə ifadə olunur deyə name deməliyəm. Daha doğrusu string deməliyəm. Bunu da hardan alacağım? Scanner nöqtə next line. Bunu da verdik. Daha sonra bir dənə də vereyim misal üçün eyni şeyləri. Student 1 olsun bu uşaqlar. Student 1. Bu da olsun student 1. Bir dənə student yaradaq görək nə baş verəcək. Göstərmək istədiyim bir şey var. Aha. Student 2 olsun bu da. Bu da olsun student 2. Və name 2 olsun. Tamam. Bu da olsun name 1. Tamam. İndi gəlin bunları ekrana verməyə çalışaq. Cout deyirəm. Bunu da printf-lə verəcəm. Printf. Tamam. Printf-də məntiq necə idi? Tutalım. Student 1. Name. Belə bir şey eləyək. Name faiz is. Sonra nə? Name və age. Age faiz d. Tamam. Bu belə. Bir dənə slash qoyuram buradan. Student 2. Bir dənə ox çəkək buradan. Aha, name faiz s. Bir dənə virgül ataq. Və age faiz d. Tamam. Sonra nə etməliyik? Bu t1. Sonra name 1. Daha sonra t2. Bir ara bu arada bu name 1 əvvəl olmalıdır. Sonra t1 olmalıdır. t1. Sonra name 2 və t2. Bu qədər. İndi run eləyək yoxlayaq. Yəni bu faiz string olan zaman buradakı mənim birinci dəyərim nədir? Stringdir. Faiz s yazmalıyam. Int olan zaman faiz də yazmalıyam. Bu belə. İndi run eləyək bir dənə. Baxaq. Age. Məsələn 20 daxil edirəm. Baxın uşaqlar, görün nə proses baş verdi. Normalda. Bax burada int alındı. Normalda məndən adı almalıydı, sonra bu yazı ekrana çıxmalıydı. Bir dənə göstərim. Bax burada adı almamış, keçdi ikinci yaşı daxil eləməyə. Buna deyirlər scanner qırılması. Yəni scanner yaddaşdan təmizlənməmiş, mən yeni bir dəyər almaq istəyirəm. Dəyəri ala bilmir. Bunu da elə belə random bir ədəd daxil edirəm. Bərbad bir şey alınır. Name boş qaldı burada. Burada name boş qaldı. Sadəcə yaşlarını yazdırdı. Mən bu problemi, yəni scanner qırılmasını həll etmək üçün nə etməliyəm? Bu int alınan dəyərdən sonra bir dənə deməliyəm scanner nöqtə next line ki o keşi təmizləyə bilsin. Eyni prosesi burada da deməliyəm. Scanner nöqtə next line. Aha, indi bir dənə run eləyib baxaq. Enter the student 1 age. Gəlin vəbşi bunu belə eləyək. Misal üçün printlə verək ki, qarşısında elə birbaşa yazsın. Bunları printlə verək. Tamam.
Təzədən run edirəm. Bax, burada normalda aşağıdan yazır, bax. Misal üçün 25 yazıram, aşağı sətirdən yazır. Amma mən bunu bir dənə təzədən run edeyim, baxın. Birbaşa burada artıq printlə vermişəm deyə növbəti sətrə keçmir. Elin növbəti sətrə keçmək deməkdir. Elə birbaşa qarşısından yazır. Artıq burada next line verdim deyə o problem aradan qalxdı. Scanner qırılması. Burada adı istədi artıq. Burada deyirəm Sənan. İkinci tələbənin yaşını istəyir. Bu da olsun 24. Təzədən ikinci onu da dəyişməliymişik. Bu biri qalıb. Aha. Buna da verək Toğrul. Misal üçün. Student 1 name-i, age-i və student 2 name və age problemsiz şəkildə aradan qalxdı. Bu da oldu bizim scanner dərsimiz və ən sonunda scanner haqqında deməli olduğumuz bir şey. Bir şeyi misal üçün burada nə edirik? Sistem.in demişiksə, yəni bir sistemə daxil oluruq. Bir şeyi istifadə elədiksə, o şeyi bağlamalıyıq biz. Ən sonunda, proqramın sonunda bir dənə deyirəm ki, scanner.close skaneri bağlayıram ki, artıq yerə istifadə olunmasın. Bu da belə. Bugünkü dərsimiz bu qədər uşaqlar. Növbəti dərslərdə görüşənə qədər dərsləri qaçırmamaq üçün kanalıma abunə olmağı və dəstək olmağı unutmayın. Sağ olun. Növbəti dərslərdə görüşənədək.